Bismillahirrahmanirrahim. Bugünkü mövzumuz günahın bu dünyada insanın həyatında təsirləri barəsindədir. Biz görək günahın bu dünyada insan həyatında təsiri var yoxsa yox. Əgər biz bəzi insanlara, hətta demək olar ki, əksər insanlara günahın ziyanı barəsində sual versək, günahın təsiri barəsində sual versək, zehnə ilk gələn budur ki, mən günahı eləyirəm, Allah bunun müqabilində məni cəhənnəm odunda yandıracaq. Allah məni cəhənnəmə salacaq. Yəni, günahın ziyanı barəsində çoxlarının təsəvvürü belədir. Amma biz əgər dini mətinlərə, hədislərə, hətta Quran-ı Kərimə nəzər salsaq, diqqət etsək, görərik ki, günahın axirətdə cəhənnəm odundan əlavə, hələ bu dünyanın özündə insan üçün ciddi ziyanları var, ciddi təsirləri var, mənfi təsirləri var. Günahın bu dünyada insan həyatında ciddi təsirləri, mənfi təsirləri, ziyanları barəsində çox ziyanlar sayıblar, çox təsirlər sayıblar. O cümlədən Həzrəti Əmir-əl-Müminin əleyhissalam Kumeyl duasında günahın bir neçə bu dünyada olan ziyanlarına işarə eləyir. Kumeyl duası da Həzrəti Əli əleyhissalamın Kumeyl adlı sahabəsinə öyrətdiyi duadır. Ki, Allahla münacat eləməyi öyrədir. Necə Allahla münacat eləmək lazımdır? Kumeylə o duada Həzrəti Əli əleyhissalam öyrədir. Həmin duada Həzrəti Əli əleyhissalam günahın bu dünyadakı ziyanlarından bir neçəsinə işarə eləyir. Mən onların bir-ikisi barəsində istəyirəm danışım. Biri budur ki, Həzrət orada buyurur, Allahum məğfir liyyəz-zunubəlləti təhbisud dua. İlahi, bağışla mənim o günahlarımı ki, duaları həbs eləyir. Yəni, duaların qəbul olunmasının qarşısını alır. Və Həzrəti Əli əleyhissalamın bu kəlamına diqqət yetirəndə biz görürük ki, bəzi günahlar var ki, bizim dualarımızı həbs eləyir. Bizim dualarımızın qəbul olunmasının qarşısını alır. Ona görə insan gərək duaları qəbul olmayanda, bir çox istəkləri Allah tərəfindən qəbul olmayanda tez Allaha üsyan eləməyə, Allaha sual verməyə ki, Allah, niyə mənim dualarımı qəbul etmirsən? Birinci qayda insan özünə sual verə ki, mən hansı günahı eləmişəm ki, Allah mənim duamı qəbul eləmir? Mənim duam qəbul olunmur. Çünki Həzrət buyurur ki, Allahum məğfir liyyəz-zunubəlləti təhbisud dua. İlahi, mənim o günahlarımı bağışla ki, mənim dualarımı həbs eləyir. Duaların qəbul olunmasının qarşısını alır. Bəzi günahlar var ki, duaları həbs eləyir. Duaların qəbul olunmasının qarşısını alır. Bəs yaxşı, hansı günahlardır duaların qəbul olunmasının qarşısını alır? Buna da Həzrəti İmam Səccad əleyhissalam işarə eləyir. Həzrəti Əli əleyhissalam Kumeyl duasında işarə eləyir ki, ilahi, bağışla o günahlarımı ki, dualarımı həbs eləyir. Duaların qəbul olunmasının qarşısını alır. İndi o hansı günahlardır? Buna Həzrəti İmam Səccad əleyhissalam işarə eləyir. Buyurur, وَالزُّنُوبُ تَرُدُّ الدُّعَا سُوءُ النِّيَّةِ. O günahlar ki, duanın rədd olunmasına səbəb olar, yəni duanın qəbul olmamasına səbəb olar. Biri budur, su'un niyyə, yəni pis niyyət. Baxın, İslamın bizə göstərişi budur ki, insan digərlərinin barəsində gərək xoş niyyətdə ola. Yəni, digərlərinin barəsində xeyir istəyə, xeyir tələb eləyə, səadət tələb eləyə. Yəni, bir deyim var ki, məsələn, özü üçün nə istəyirsənsə, gərək başqaları üçün də onu istəyəsən, yaxşı mənada. Bunun əksi ki, pis niyyətdir, insan digərlərinin barəsində pis niyyətdə ola. İnsan digərləri üçün pis şeylər arzuluya. Bu, həmin günahlardandır ki, İmam Səccad əleyhissalam buyurur, səbəb olar, dua həbs olunsun, dua qəbul olunmasın, dua rədd olunsun. Niyyət önəmlidir ki, insan başqalarının barəsində xoş niyyətdə ola. Məsələn, bir kişi nəql eləyirlər, ac idi, yol gedirdi. Gördü, qum təpələri var. Niyyətindən keçirtdi ki, zehnindən keçirtdi ki, ey kaş bunlar yemək olardı, bunlar taam olardı, mən bunları
ehsan eləyərdim fəqirlərə, ehsan eləyərdim ac insanlara. Allah Peyğəmbərinə Cəbraili nazil elədi ki, ged həmin kişiyə denən o qum təpələri ki var, sanki yeməkdir və sən onları fəqirlərə ehsan elədin, mən onun savabını sən üçün yazdım. Bəs niyyət önəmlidir. İnsan gərək başqalarının barəsində xoş niyyətdə ola, pis niyyətdə olmaya. Başqalarının barəsində pis niyyətdə olmaq duaların qəbul olunmamasına səbəb olar. Sonra ikinci günah ki, duanın qəbul olmamasına səbəb olur, xubsus sərirə. Xubsus sərirə. İnsanın batini pis xislətlərlə, insanın daxili pis xislətlərlə dolu ola. Yəni, belə deyək də, əxlaqın o rəzil sifətlərinə insan sahib olsa, insanda o əxlaqın rəzil sifətləri baş qaldırsa, insanın duaları qəbul olmaz. Məsələn, əxlaqın rəzil sifətlərindən misal vurublar buna, kibirdir, təkəbbürlüydür, riyadır, məsələn, paxıllıqdır, həsəddir. Bunlar əxlaqın rəzil sifətlərindəndir ki, duanın qəbul olunmasının qarşısını alarlar. Sonra üçüncü günah ki, İmam Səccad əleyhissalam buyurur, duaların qəbul olunmasının qarşısını alar, o da وَالنِّفَاقُ مَعَ الْإِخْوَانِ. İnsan qardaşlarına qarşı, din qardaşlarına qarşı münafiq ola. Əgər insan münafiq olsa öz qardaşlarına, müsəlmanlara qarşı, duaları qəbul olmaz, duaları həbs olar. Münafiq kimdir? Münafiq yəni dili müsəlmanlarlandır, qəlbi kafirlərləndir. Zahirdə deyir müsəlmanam, amma Allah düşmənlərinə məhəbbəti var. Və əlinə fürsət düşdükcə müsəlmanların, İslamın zəifləməsi üçün çalışır. Yəni fürsətdən istifadə edir. Zahirdə deyir müsəlmanam, amma həqiqətdə qəlbi kafirlərləndir, qəlbi Allah düşmənləri ilə bir yerdədir. Buna deyərlər münafiq. O adam ki, nifaq əhlidir, o adam ki, münafiqdir, öz qardaşlarına qarşı İmam Səccad əleyhissalam buyurur, onun duaları qəbul olmaz. Sonra növbəti günahlardan ki, o da duanın qəbul olunmasının qarşısını alır, İmam Səccad əleyhissalam buyurur və tərkü təsdiqi bil icabə. İnsan duanın qəbul olunmasını inkar eləyə. Əgər bir insan duanın qəbul olunmasını inkar eləyə, yəni bu inanmır duanın qəbul olunmağına. Bu özü həmin günahlardandır ki, duanın qəbul olmasının qarşısını alır. Və növbəti günahlardan biri də duanın qəbul olunmasının qarşısını alar və təxirus səlavatil məfrudat hətta təzhəbə əvqatuha. Baxın, bəzən möminlər, müsəlmanlar namaza biganə yanaşırlar. Namaza çox səhlənkar yanaşırlar. Namazı yüngül tuturlar. Gərək namazı yüngül sanmaya bu möminlər. Çünki namaza yüngül yanaşmaq, namazın məxsusən vaxtına diqqət eləməmək, namazı əvvəl vaxtında qılmamaq, İmam Səccad əleyhissalam buyurur, bu da duaların qəbul olunmasının qarşısını alır. Dualar rədd olunur, dualar qəbul olunmur. Mənim bir çox duam ki, qəbul olunmur. Səbəbi budur ki, mən öz namazlarımın vaxtına riayət eləmirəm. Namazlarımı əvvəl vaxtında qılmıram. Namazımın vaxtına səhlənkaram. Qur'an-ı Kərim namaz qılanların barəsində deyir, vay olsun onlarına, vəylun lil musəllin. Vəylun lil musəllin. Vay olsun namaz qılanların halına. Hansı namaz qılanlar? O namaz qılanlar ki, namazlarında səhlənkardırlar, yüngül yanaşarlar. Bəli. Əgər namazın vaxtına mən riayət eləməsəm, bais olar ki, bəzi dualarım qəbul olunmasın. Bu günahlar bu barədə idi ki, insanın duasının qəbul olunmasının qarşısını alır. Biz bu hədislərə
diqqət yetirəndə fikir veririk ki, bizim günahın bu dünyada, həyatımızda, yaşayışımızda nə qədər təsiri var, nə qədər ziyanı var. Hər bir insan istəyər ki, duası qəbul olsun. Çünki hamı Allaha ehtiyaclıdır. Hamının Allaha ehtiyacı var. Heç kim Allahdan ehtiyacsız deyil. Və bizim də Allahdan həmişə istəyimiz var. Əgər istəyiriksə istəyimiz qəbul olsun, bir çox dualarımız qəbul olsun, gərək bu adın çəkdiyimiz günahlardan uzaq duraq ki, dualarımız rədd olunmasın. Bu günahın bir ziyanı idi ki, dualar qəbul olunmaz. Bu dünyada insanın duaları qəbul olunmaz. Sonra Həzrəti Əli əleyhissalam o Kumeyl duasında günahın ikinci ziyanına işarə edir. Buyurur, Allahümme gfir liyezzunubelleti tunzilul bəla. İlahi, bağışla mənim o günahlarımı ki, bəlanın nazil olmağına səbəb olur. Yəni, o günahlarım ki, bais olur, bəla nazil olur Allah tərəfindən. İlahi, mənim o günahlarımı əff eylə, o günahlarımı bağışla günə. Bəla da iki cürdür. Bir bəla var, insanı Allah cəzalandırmaq üçün o bəlanı nazil eləyir. Bir bəla da var, xeyr. İnsanı cəzalandırmaq üçün Allah nazil eləmir o bəlanı. İnsanı möhkəmləndirmək üçün, insanı imtihan eləmək üçün Allah o bəlanı nazil eləyir. Amma o bəlalar ki, Allah bizi cəzalandırmaq üçün nazil eləyir, həmin bəlalar bizim günahlarımızın nəticəsidir. Çünki Həzrəti Əli əleyhissalam buyurur, İlahi, bağışla mənim o günahlarımı ki, bəla nazil olur. Yəni, o günahların bais olur, bəla nazil olur. Yaxşı, bəs hansı məxsusən, hansı günahlar səbəb olur, bəla nazil olur? Yenə Həzrəti İmam Səccad əleyhissalam yenə işarə eləyir həmin günahlara ki, o günahlar bais olur, bəla nazil olur. Buyurur, وَالذُّنُوبُ تُنْزِلُ الْبَلَا تَرْكُ اِغَاثَةِ الْمَلْهُوفِ. Bir günah budur ki, bəla nazil olar. İnsan bir nəfərə ki, bir müsibət baş verib, bir yaxının əldən verib, ya malın əldən verib, bir şəxsə, bir müminə ki, müsibət baş verib və ətrafından kömək istəyir, əgər insanlar onun köməyinə getməyələr, həmin şəxsin köməyinə getməmək Həzrəti İmam Səccad əleyhissalam buyurur ki, səbəb olar bəla nazil olsun. Məlhuf o adama deyərlər ki, ona müsibət baş verib, müsibət üz verib. Ya malın əlindən verib, ya bir yaxın əzizin əldən verib və digərlərindən kömək istəyir, ətrafından kömək istəyir. Belə bir insana əgər biz kömək eləməsək, bizim bu bicanəliyimiz, bizim buna laqeyd yanaşmağımız Həzrəti İmam Səccad əleyhissalam buyurur ki, bais olar bəla nazil olsun. Və ikinci günahlardan ki, səbəb olar bəla nazil olsun və tərku muavənətil məzlum. İnsan birinə əgər zülm oluna, bir nəfərə zülm oluna, insan onu müdafiə eləməyə. Bir nəfərə zülm olunur, haqqı tapdalanır, mən də eləyə bilərəm onu müdafiə eləyim, onun haqqını müdafiə eləyim, eləmirəm. Məzlumun haqqını müdafiə eləyə bilirəm, eləmirəm. Bu bicanəliyim də, bu məzlumun yanında olmamağım da, onu müdafiə eləməməyim də bais olar ki, bəla nazil olsun. Bəla nazil olsun. Həzrəti Rəsul-i Əkrəm buyurur ki, hər kim zalimdan məzlumun haqqını alsa, qiyamətin günündə məndən qonşu olar. Hər kim zalimdan məzlumun haqqını alsa, qiyamətin günündə məndən qonşu olar behişdə. Allah ibadət itaətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Allah bizləri əhl-i beytdən ayrı salmasın. Allah bizləri dünya və axirət əhl-i beytlə məhşur eləsin inşallah. Allah o günahlarımız ki, bais olar bu dünyada bizə ziyan dəysin. Allah o günahlarımızı bağışlasın və gələcəkdə o günahlardan
bizləri amanda saxlasın inşallah. Allaha and verək öz izzəti cəlalına, Allaha and verək xanım Məsumənin haqqına, onun atalarının haqqına, İmam-ı zamanımızın zuhurunu Allah təcil eləsin inşallah. O Həzrətin zuhuru ilə yer üzündə ədaləti bərqərar eləsin inşallah. Və bizləri o Həzrətin zuhurunda, o Həzrətin köməkçilərindən, onun yanında olanlardan qərar versin inşallah.